Bəzən bir cümlə illərlə belə yaddaşımızda qala bilər. Çünki məsələ sadəcə deyilən söz yox, o sözün bizdə yaratdığı hiss olur. Xüsusilə bunu dəyər verdiyimiz və güvəndiyimiz biri deyibsə, həmin söz zamanla özümüzə, həyata olan baxışımıza, özgüvənimizə təsir edə bilir. Bəzən illər keçsə belə, o sözün izini münasibətlərimizdə, seçimlərimizdə və özümüz haqqında düşündüklərimizdə görə bilirik. Amma unutma ki, bir vaxtlar sənə deyilmiş sözlər sənin kim olduğunu müəyyən etmir. Onlar sadəcə keçmişdə yaşadığın bir təcrübənin izidir. Əgər bəzi sözlər hələ də içində ağırlıq yaradırsa, özünü buna görə qınama. Bəlkə də sənə həmin sözləri unutmaq yox, onların səndə yaratdığı hissi anlamaq lazımdır. Və unutma ki, keçmişdə sənə necə baxıldığı, bugün özünə necə baxmalı olduğunu müəyyən etmir. Özün haqqında daha şəfqətli bir hekayə qurmaq üçün heç vaxt gec deyil.